var. Yəni bunu demək istəyirəm ki, biz bəzən olur ki, kimlərisə qınayırıq, deyirik ki, bu adam o zirvədə deyil, amma arxa planda yəni ki, o insan öz işini görür, öz işini başqasının dəyişiminə kömək edirsə, başqasının inkişafına kömək edirsə, başqasının öz potensialını göstərməsinə kömək edirsə, yəni bunun nəyi pisdir? Bir də bir şey yadıma düşdü. Məsələn, aşpazların işi. Biz gedib hansısa bir ərzaqları alıb, gətirib bir yerə yığsaq, əgər biz onu nəyisə etməyə bacarmırıqsa, o ərzaqlar adi bir məhsul kimi yəni ortada qalacaq. Amma aşpazların işi nədir? Kulinarların işi nədir? Ondan daha yaxşı iş ortaya çıxarmaq, daha gözəl, daha dadlı, yəni yeməklər, şirniyyatlar ortaya çıxarmaqdır. Yəni belə düşünmək lazımdır. Özümüzdə olan bacarıq və onu üzə çıxara biləcək insanlar həmişə, yəni ki, bizim arxamızda olsalar da, o insanların da həmin nailiyyətlər, insanların dəyişimi həmin o mütəxəssislərdən də asılı olur. Və bu da o deməkdir ki, kimlərinsə kiçik də olsa nailiyyətini görməzdən gəlməmək lazımdır. Yəni hər kəs öz bacarığı daxilində, öz imkanları daxilində insanlarla işləyirlər, onları daha yaxşı yerə çatdırmağa kömək edirlər. Yəni hər kəs öz işi ilə daha yaxşı nəticə verməyə fokuslanıbdır. Bu da onların təbii ki, uğurlarının artmasına səbəb olur.